İnsan kimdir? İnsan ehtiyaclı, fəqir, həqir, zəlil bir varlıqdır. Biz bir dənə buyuq. Amma bizim bir dənə Xaliq, Rəbb, Təvvab, Rəzzaq, Ərhəmər-Rahimin, ümidlərimizi ödəyən, azın müqabilində çox verən Rəbbimiz var. Bu bir insanşünaslıq baxımından baxanda biz burada yerimizi bilirik, kimliyimizi bilirik. Biz bunu bilsək, yaşaxanalığa nəsə qalar, təkəbbürə nəsə qalar. Digərlərinə də bu cür baxacaq. İnsan yaranmış, ehtiyaclı, fəqir, mümkün əl-vücud olan varlıqdır ki, böyük potensialı var. Bir varlıqdır ki, ona verilən bütün imkanlar, düşünmə, qəlb, göz, qulaq, hər şey verilib mütəali, aliyə doğru, kamala doğru, yüksəlişə doğru bu başlanğıcdan bir həddə qədər xəlifətullah olana doğru inkişaf edə biləcək tutumu olan bir varlıqdır ki, bütün başqa varlıqlar ona xidmətdə durar.